Bismillahirrahmanirrahim. Elhamdülillah və salatu və salamu alə mən lə nəbiyyə və əmə bə'd. Selamu aleykum və rahmetullahi və berekatuhu. Elhamdülillah qardaşlar, Allah qardaşımızın əqini qəbul etsin. Təbii ki, yığıncağımızda səbəb budur. Allah o uşağı salihlərdən etsin. Və həmçinin bütün müsəlman uşaqları. Və həqiq sünnədir. Peyğəmbər sallallahu aleyhi ve sellem sünnəsidir, yoludur. Oğlan uşağına 2 qoyun, qız uşağına 1 qoyun sünnədir. Təbii ki, imkan dairəsində. Kimin imkanı varsa. Çünki bizim şəriət təmiz, adil şəriətdir. İnsanları nəzərə alıb. Yəni, kimin imkanı yoxdursa, kəsməyə bilər. Yəni, imkanı olmuyor, Allah Teala səndən soruşmayacaq, ne üçün kəsmədi? O imkanlara aiddir. Və həmçinin, nəinki bu məsələdə, həmçinin namazda da, bax belə namaz, belə əzəmətli məqamı var. Namazın əzəmətli məqamı var. Lakin, görürsünüz, səfərdə namaz qısalır. Birləşdirə bilirsən. Qüsül, boynunda qüsül varsa, qorxursan ki, qüsül alsın. Xəstələnəcəksən, təəmmümlə əvəzləyir. Su azdırsa, suyu saxla, təəmmüm al. Yəni, şəriət fikir versin necə, insanları nəzər alıb. Yəni, gəlməyib ki, şəriət məcbur eləsin kimisə. Əlhamdülillah, şəriətimiz rəhmlidir bütün məxluqata qarşı. Və hər şeyi nəzərə alır. İnsanların vəziyyətini nəzərə alıb. Dəvət də belədir. Dəvətçi də dəvətdə insanları nəzərə almalıdır. Onlarla danışığı, nədən başlamaq. Çünki dəvət, o da ibadətdir. Dəvət də ibadətdir. İbadətin bir növü. Lakin onun qaydası var. İnsanlara əsas sən onu necə çatdıracaqsan. Bizim üçün də ən birinci nümunə nədir? Allahın kəlamından sonra, Quran-ı Kərimdən sonra Peyğəmbərlərimiz. Yəni bizim Peyğəmbərlərimiz sallallahu aleyhi ve sellem biz baxırıq, onlar necə dəvət ediblər. Onlar o qövmlərə ki, gəlmişdilər, o yerlərə ki, gəlmişdilər. Siz fikir verin. Allah Teala onlar barədə bizə danışır. Allah Teala bizə çox az Peyğəmbərdən xəbər verib. Peyğəmbərlərin sayı çoxdur. Sadəcə biz rahat bilirik ki, rahat deyə bilərik ki, elə bir millət, elə bir dil, elə bir yer olması ki, oraya Peyğəmbər gəlməsin. Ola bilməz elə bir şey. Ne üçün Allah Teala buyurur ki, وَمَا كُنَّا مُعَذِّبِينَ Biz bir qövmə əzab göndərməliyik və ya azab etməliyik. وَمَا كُنَّا مُعَذِّبِينَ حَتَّى نَبَعَسَ رَسُولَ Hətta biz onlara Peyğəmbər göndərməyincə. Ona görə elə bir yer, elə bir millət, xalq olmayıb ki, oraya Peyğəmbər gəlməsin. Ona görə sayı bilinmir. Belə baxanda. Amma təyin edib hədisimiz, bizim hədis. Peyğəmbər sallallahu aleyhi ve sellem deyib ki, 124.000 sayın deyib. Necə Əbu Zərrin rivayətində və başqa. 124.000. Onun 315'i Rəsuldur, qalanı isə Nəbidir. Rəsul, Nəbi. Nə fərq var? Peyğəmbər fars sözüdür. Bunu deyəndə ayrımı olmur Rəsulla Nəbini. Amma ərəbcə daha dəqiqdir. Ərəbcə deyəndə Rəsul aydındır, Nəbi aydındır. Fərq, alimlər cürbəcür rəyləri var. Rəsul odur ki, ona təzə şəriət verilir. Təzə şəriət verilir. Nəbi odur ki, ondan öncə gələn Rəsulun dəvətini yayır. Rəsul təzə şəriət, Nəbi təzə şəriətdən gəlmir. Amma bu bir rəydir. Və ya məsələn, Rəsula kitab gəlir, Nəbiyə yox. Və ya Rəsul şirk olan qövmə gəlir,
Nəbi isə asi olan qoyma gəlir. Allah bilir. Amma biz bilirik ki, peyğəmbərlərdən həm nəbi olub, nəbi çox olub, rəsul da olub. Və biz bilirik ki, hər bir rəsul nəbidir. Və lakin hər bir nəbi rəsul deyil. Ona görə fikir versəz, Allah Subhanahu taala bizim peyğəmbərimizə həm nəbi deyir, həm rəsul. Həm nəbi deyir, həm rəsul. Və elə bir qövm, elə bir yer, elə bir xalq olmayıb ki, ora peyğəmbər gəlməsin. Onlara bildirib. Yoxsa onları belə gəlməyərək öldürsəydi onları, qiyamət günü onlar deyə bilərdilər ki, ya Rab, sən bizə ne üçün əzab verirsən və ya cəhənnəmə atacaqsan, bizə deyən olmadı. Haqları da var idi, deyə bilərlər. Deyə bilərlər. Ona görə qardaşlar, yəni şəriətimiz kamildir, adildir. Zülm heç kəsə eləməz. Heç kəsə zülm eləməz. İnsanlar hərdən atırlar Allaha ki, ne üçün filan şikəstdir, ne üçün belə, ne üçün müharibələr olur, ne üçün insanlar ölür. Bilirsiniz, bunlar hamısı insanların uzbatındandır. Yəni Allah Subhanahu taala qayda qoyub həyatda. Görürsən, hardasa boşluq olur, pozulur, o artıq o birisi tərəfləri də pozur. Məsələn, indi biz şahidi oluruq da, məsələn, Avropadan nə gəlir bizə? İki şey gəlir əsasən. Ateizm, bir də maviyizm. İki şey gəlir. İndi fikir verin. Bunun çoxalmağı nədir? Bunun çoxalmağı sistem pozulur. Təbii ki, bu başqa yerləri də təsir edəcək. Problemlər yaranacaq. Ya müharibələrə, ya xəstəliklərə, ya başqa şeylərə. Sonra da oturub ateistlər dəlil gətirirlər ki, ne üçün o filakəs belədir, filakəs belədir. Siz Allahın yaratdığını qanunları pozmuşsunuz ona görə. O sistemi pozmuşsunuz ona görə. Allah Subhanahu taala heç kəsə zülm etməz. Allah Quranda özü deyir. Allah özü deyir Quranda, siz öz-özünüzə zülm edirsiniz. Allah heç kəsə zülm etməz. Əksinə Allah Taala Rəhmandır. Allah özünü vəsf eləyib ki, o Rəhmandır və Rəhimdir. Və mühüm məsələlərdən qardaşlar, necə bilirsiniz, bizim əqidəmizdir, bizim dinimizdir. Əsas bu dini düzgün çatdırmaqdır. Düzgün. Düzgün din hansıdır? Düzgün din odur ki, nə Allah deyir, nə Peyğəmbərimiz, nə sahabələr deyir. Odur, din budur. Ona görə də biz görürük, həm Quran-ı Kərim, həm Peyğəmbər sallallahu aleyhi ve sellem və sahabələr. Quran-ı Kərimdə nə qədər ayələr var, sahabələr barədə. Nə qədər ayələr var ki, Allah Taala deyir, mən onlardan razıyam. Və həmçə Allah Taala deyir ki, onlar da məndən razıdır. Şahidlik, Allah Taala şahidlik eləyir. Sadəcə birinin adını çəkib Quran-ı Kərimdə. Zeydin. Başqa sahabələrin yox. İşarələr var bəzilərinə, Əbu Bakra, Ömərə və s. Amma hədislərə gələndə Peyğəmbər sallallahu aleyhi ve sellem o daha aydındır və daha genişdir. Daha təfsilatlıdır. Necə Peyğəmbər sallallahu aleyhi ve sellem zövcələrinə münasibətlidir, necə dostlarına, sahabələrlə və özü deyir ki, mənim sahabələrimi söyməyin. Və lənət deyir. Bütün insanlar, mələklərin, bütün məxluqatın lənəti olsun o sahabəni söylənə. Biz də deyirik, amin. Elhamdülillah. Sahabəni olmaz söymək. Allah onlardan razı da olar Allahdan. Lakin onlar məhsum deyirlər. Səhv ola bilər. Ona görə Əbu Bakır da səhv eləyə bilər. Ömər də, Osman da, Əli də, Muaviyyə də və başqaları. Bu təəccüblü deyil. İnsanın kamilliyindən ki, səhv eləyər. Lakin Peyğəmbər sallallahu aleyhi ve sellem nə deyir? Deyir, bütün Adəm övladı, hər bir Adəm övladı səhv eləyəndir, xəta eləyəndir. Lakin ən xeyirli xəta eləyənlər kimlərdir? Qaydanlar, tövbə eləyən. İnsan xəta eləyə bilər, səhv eləyə bilər. Normaldır, yəni normaldır bu təəccüb. Filan səhv eləyir. Ola bilər. Lakin nə deyir? Əlac tövbə. Tövbə eləyir, əlhamdülillah. Ona görə dinimiz aydındır.
Sadəcə problem nədədir qardaşlar? Savadsızlıq, bu dini bilməməzlik və bəzi dəvətçilər, bu dini təbliğ edənlər problemdir. Və bunların səbəbi də azanlar var. Görürsünüz, məsələn, götürün Mumeyyiləri, hizbilərin bir qolu, gizli xavariclər. Xavariclər, qardaşlar, neçə növdür ya? Təkfirçilər neçə növdür? Var açıq-aşkar, var gizli. Var gizli. Yəni, ola bilər, kim ki, Allahın anlayışı yoxdur bu mövzulardan, ola bilsin, bilməsin. Sən demə, xavaric imiş. Ona görə, onlar neçə növdür? Məsələn, götürün Mumeyyiləri. Təbliğatları nədir? Gəlin deyir, susaq. Gəlin susaq, Allah'dırlar ətrafındakiler, hamımız qardaş olaq, göyçəmənlik olsun, xoş deyək, xoş eşidək və salam. Deyirsən, bəs müxaliflər var, hansı ki, əhlüsünlə üsuluna müxalifdirlər. Bunların çağırışı nə yaparır? Bunların çağırışı buna aparır. Deyirlər, yox, susaq. Çünki danışsaq, bölünəcək cəmaat. Onun səbəbinə görə susaq. İndi sual vereyim. Sələf belə olub? Yox. Sələf belə olmayıb. Sələf danışıb. Nə qədər kitablar var? Sələflərdən danışıblar. Şiddətli olublar. Rəddiyələr veriblər. Hətta Fatihədə Allah Taala tərifdən sonra nə deyir? Düzgün yoldan danışır və azanlardan danışır. Axırı. Yəni onlardan olma. Ona görə təbliğat düzgün gedmir. Və necə anladırlar? Deyirlər, biz dedik, gedək alimlərin yanına, gedmədi. Üsullarından biri də Allah'cı şeytani üsullarından. Gedin, alimlərin yanına ehtiyac yoxdur. Hələ biz alimlərin yanından gəlmişik. Alladıcı üslubdur. Gedin, deyin kimi etsən, bax filan kesdi, bu əqidədə, bu fikirdə. Və bu əqidə fikirli adamlarla oturub dururlar, onlardan çəkindirmirlər. Tərifləyirlər. Kim onlara qarşı danışır, onlara qarşı danışırlar. Belə sələfi olar, gedin sual verir. Əgər deyirsiniz, bizə əhlüsünnə və cəmaət. Gedin, hansı? Hətta bəzi hizbi alimlər, məsələ, rədd edici olan bu fikirlərin. Allah'dır. Və ya o birisi, telefonda göstərir Şeyx Fovzanın. Azmışın biri. Fitrə əhli. Bilməm, özün sayır fitrə əhlindən yoxsa yox. Gətirir Şeyx Fovzan, deyir, bax, Şeyx Fovzan sözü dəlil deyil ki. Şeyx Fovzan kim ki alim gətirir, sənə alim gətirə bilərlər yenə. Şeyx Fovzan belə deyil, başqa alim belə deyil. Əsas dəlildir. Alimin sözü dəlil olmur. Alimin sözü dəlillə ki, sadəcə kömək eləyir. Dəlil Allah və Rasulun sözüdür. Yəni, problem nədədir? Fitrə əhli laf tutaq ki, fikir ayrılığı ola bilər, alimlərdən iştihadları ola bilər. Lakin alimlərin o iştihadları ümumidir. Lakin onun problemi nədir? Azmışın. O təyin eləyir. O süsləşdirir. Xavariclərlə bizim aramızda nədir? Məsələ, namaz qılmayan hökmündə. Biz deyirik, məsələ, əhlüsünnə arasında var. Lakin, nə üçün bu məsələyə görə onları xavaric deyirik? Onlar əhlüsünnənin yanaşdığı kimi yanaşmırlar bu məsələyə. Onlar təyin eləyirlər. Təyin eləyirlər, hökm verirlər. Əslən bu məsələdə ixtilafı qəbul eləmirlər. İxtilafı qəbul eləmirlər. Amma əhlüsünnə yox. Əhlüsünnə deyir, ixtilafdır. Sadəcə tərcih eləyən tərəflər var. Baxmayaraq, çoxsu kafir görünmür. Hətta təkfir edənlər namaz ümumən görür, əsasən. Sonra deyir, hüccət çatandan sonra varsa, təkfirdirsə, gedir təkfirin qaydalarından. Gətirir, deyir ki, onun problemi nədir? O, özlə problem bilsin nədədir?
Oturub indi, ola bilər güzgün qabağında danışmağı, belə necə danışacam zat üslubu. Dəlil gətirir ki, gör ki biz başa düşməmişik. Ağıl sahibləri ağıldan danışır, gör ki özü başa düşəndir. Onun problemi oldu ki, başa düşməyim ki, sən deyirsən ki, Azərbaycan xalqı fitrəhlidir. Bu təkvirdir. Problemi nədir? Təyin eləyib o. Hansı alim təyin eləyib? Hansı ölkəni? Hansı alim? Hansı yeri təyin eləyib? Belə şey yoxdur əslən. Ona görə özün ağıllı sayır. Onu elə gəl, aydındır. Lakin görsən azdırır. Azdırır. Yəni təbii ki, o belə danışdıqlarını, üslublarına görə ayn, belə Yasin və Qur'an-ül Hakim ərəbcə sözlər deyir. Bəzi avamlar deyir, oydu. Dəlil gətirdi Yasin surəsinin özdə. Məsələn də, heç də. Şeyx Fozanın telefonu. Aslında dəlil gətirir, Şeyx Fozan yox. Azdırır. Ona görə azdıran dəvətçilər var. Azdıran dəvətçilər var, arkadaşlar. Özünüz görürsə, Momeygilərdən eşidirsiniz, xavaclarla danışırlar, danışmırlar. Əksinə, kim ki danışır, deyirlər, bu nə çox danışır. Hələm danışırıq, hələm onlar var. Gör, danışmasaq nə olar? Qardaşların çoxsa cavan baxı. Cavandır, hissiyata qapananlardır. Gələr başını alladarlar. İndi müharibə qutardı Suriyada və s. Sabah Allah bilir, yenə harada nəsə olacaq. Bu proses həmişə olacaq. Davam edəcək həmişə. Dünyadır. Mütləq olanda danışmaq lazımdır. İndidən danışmaq lazım. Peyğəmbər sallallahu aleyhi ve sellem xavarici yox idi, danışırdı. Buna görə qardaşlar, dinimiz aydındır. Sadəcə bu dinimizi düzgün çatdırmaq lazımdır. Düzgün başa düşmək lazımdır. Əsas budur qardaşlar, bunlar belə məsələlərə fikir verir. Əhl-i-Sünnə üsulu var, bizim qaydamız var. O da yol hərəkəti qaydaları kimidir. Yol hərəkəti qaydaları. Burada 60-landır, burada olmaz saxlamaq. Burada belə gedə bilərsən, ehtiyatlı ol. Yolda təmir gedir. Və s. Əssalam. Əhl-i-Sünnə üsulu var. Onlar gətirdikləri məsələlər Əhl-i-Sünnə üsulu deyil. O telefonları qalsa 50 dənə telefon gətirərəm, şeyxlər danışır. O dəlildir. Aydındır qardaşlar, aydındır. Allah subhanət hələ bizə işli faydalarından etsin. Allah bizi dində sabit etsin. Allah müsəlmanlara kömək olsun. Allah qardaşlarımızın bu əqidini qəbul etsin və övladını da salihlərdən etsin. Esselamu aleykum və rəhmətullah və bərəkatuhu.